22-ci testdə yenidən cola, məsələn, iş yazsaq, 10 müqavimət, u kvadratı. Burada, məsələn, işin u kvadratı böl r, vur t düsturunu yazaram. R yerində yazılır, u kvadratı yerində. Baxın, ixtisar getsə nə qalır? Zaman. Yəni, cavabımız zaman olacaq. Eyni şəkildə burada bunu qeyd edə bilərik. Vat gücdür, müqavimət. O zaman i kvadrat r düsturunu yazsam, r'lər ixtisar gedər, kökün i kvadratından i çıxar, cəryan şiddəti. Burada da həmçinin güc vurulsun, müqavimət. Bu səfər gücün u kvadratı bölü r düsturunu yazaram. İxtisar gedər, u, yəni cavab olar gərginlik. C variantı. Eyni şəkildə burada da onu ifadə edə bilərik. Klona amper vur saniyə yaza bilərik. Baxın, i bərabərdir Q bölü T-nin düsturundan. Klon IT-dir. Yəni, amper vurulsun saniyədir klon. Burada joule, yəni iş yazsaq, klonun yerinə amper vur saniyə yazsaq, gəlin belə eləyək, qarışmasın deyə burada hərlik joule yazağın. Vurulsun 10. Bilirsiniz ki, joule'un I, U, T düsturu var. Gəlin, düstur formasına yazaq, I, U, T. Buna da amper I-dir, T-dir, bu da müqavimətdir. Bunlar getsə, qalır U bölü R. Burada cəryan şiddəti deyə bilərik. E variantı. Eyni şəkildə 26-da da klon vurulsun, saniyə yazıb. Klonun yerinə amper vur saniyə yaza bilərik. O zaman amper vur saniyə kvadratı olur. Joule'un yerinə də IUT, yəni amper vurulsun saniyə, vurulsun volt vur farad. Demək, buradan amperlər gedər. Bunların biri gedər. Volt vur farad da Q-dür. Bilirsiniz ki, Q bərabərdir su düsturuna görə bu voltdur, bu da faraddır. Tutubun düsturu. Burada 1 saniyə qalmışdı. Bu da I olar. Yəni, cəryan şiddəti Q bölü T düsturudur. Y variantı. Fikir versəniz, metal naqildə elektrik cəryanın gücünün cəryan şiddətinin asıllığı istənilir və müqavimətdə sabitdir deyilir. I varsa, əlbəttə ki, dediyim kimi kvadratı düsturlara yönələ bilərsiniz. I kvadratı R düsturu, R sabitdir. I ilə kvadratikası olacaq B variantı. Eyni şəkildə 28-də də verilmiş gərginlikdə deyirsə, U-muz konstantdır. O zaman gücün U olan düsturundan istifadə edirik. U kvadratı bölür. U konstantsa güclə müqavimət tərs asılı olacaq B variantı. U varsa, yəni fikirləşmədən U kvadratı bölürə yönəlin. Bu səfər gücünün verilmiş müqavimətidirsə sabitdir. O ilə kvadratik düz olacaq Y variantı. 30-cu sualda sabit gərgin mənbəyinə qoşulmuş qızdırıcının spiralının uzunluğunu, yəni eli 1.2 dəfə artırdıqda gücü soruşur. Sabit gərginlik deyirsə, düşünmədən o kvadratı bölür düsturuna yönəlirsiniz. Digər tərəfdən müqavimətin də Roel böl S, S hara qalxır yuxarı düsturu var. Gördüyünüz kimi güc uzunluqla tərs asılır. Yəni 1.2 dəfə uzunluğumuz artarsa, gücümüz 1.2 dəfə azalacaq. Eyni şəkildə burada da bu səfər azaldı. 1.2 dəfə azalarsa, gücümüz 1.2 dəfə artar. 32-ci sualda müqavimətimiz verilib, yəni 10 sonra istilik miqdarımız verilib 160 joule və zamanımız verilib 1 saniyə. Gərginlik istənir. U-muz istənir. Q-nün hazır U kvadratı bölünsün R vur T düsturu var. Buradan gərginlik istənilir. Yəni U bərabərdir kökün altında QR bölünsün T. Buradan Q-nün qiymətini yerinə yazsaq 160. Müqavimətimiz 10. Bölünsün T'miz də 1 saniyədir. 1600-dən də 40 çıxır. Bildiyimiz ki, kökün altından o da A variantı olacaq. Növbəti test. Müqavimət verilir, zaman verilir, si miqdarı. Bu səfər Q-nün cəryan şiddətini olan düsturundan əlbəttə ki, istifadə edirik. I kvadratı RT. Buradan, yəni heç buradan birbaşa tapmasaq, tənik kimi də yerinə qoya bilərik. Baxın, 320 bərabərdir I kvadratı. R-imiz 20-dir, T-miz də 4. 80 eləyir. 120 də 80-ə böləndə 4. I kvadratı 4-sə, I-mizdə 2 amper olacaq C variantı. Gərginlik verilir, güc verilir, müqavimət istənilir. Artıq bu düsturları dəfələrlə yazırıq. Buradan P-miz 400, U-muz 200, yəni o da belə yazaq. Gəlin 200 vurulsun, 200 kimi yazaq, bölünsün R.
Yəni burada əlbəttə 100 olar. Çünki 2 ixtisar 4 ilə gedər. Burada 100-ə vurursa 100. Yəni cavab C variantı olacaq. Müqavimət verilir, zaman verilir, istəyi miqdarı verilir, cəryan şiddəti istənir. Yenə də i kvadratı RT düsturudur. Buradan i-ni tapsaq, kökün altında Q bölünsün RT olur. Yəni Q-müz 1/8 bölünsün R-imiz 2 vurulsun T-imiz də 0/1. Yəni fikir versəniz 18 2 9, yəni kökdən də 3 çıxar da, burada A variantı olar. Sonra 36-cı test, gərginliyimiz verilir, cəryan şiddətimiz verilir, zaman verilir. Sadəcə zamanı dəqiqədən saniyə çevirməliyik. 1 dəqiqə 60 saniyədir, o da 300 saniyə olar. Ayrılan istilik miqdarı, zaman, gərginlik, cəryan şiddəti. Hazır düsturumuz var, IUT. Hamısını bir-birinə vururuq. Yəni 6 vur 2 vur 300. 36